Yuri Verindubun gələndən sonra ən böyük problemi ondan ibarətdir ki, birbaşa rəqiblərlə oyunda qələbə qazana bilmir. Biz ötən verilişlərdə də bunu qeyd etmişdik. Zirə 0-0, Turan Tovuza məğlubiyyət və qarşıda komandanı yenə həmin o rəqiblərinin oyunlar gözləyir. Qarabağla 2 dənə oyun var, Sabahla oyun var, Turan Tovuzla oyun var. Dəyərli izləyicimizin sualına cavab olaraq bildirim ki, əgər Neftçi Avrokuboklara getmək istəyirsə, mütləq oyunlarda qələbə qazanmalıdır. Artıq Neftçinin krediti bitib. Elədir. Mütləq oyunlarda qələbə qazanmalıdır. Yox, digər oyunlarda, məsələn, əsas rəqiblərin oyunda Turan Tovuza məğlub olub Karvanı udmaq ciddi mənada nəyisə dəyişməyəcək. Necə ki, dəyişmir, Ahmet. Yuri Verindub gələndən komanda 8 oyunda cəmi bir məğlubiyyət alıb. Amma yalnız bu tur 7-ci pillədən bir pillə irəliyə bildilər. 6-cı pilləyə irəlilədi komanda. Elə 7-ci pillədə də qalırdı. Mən niyə deyirəm Avrokuboklar zonasında dəyişiklik ciddi gözləmirəm? Çünki heç bir klubumuz sabit çıxış etmir. Hətta Turan Tovuz belə sabit çıxış etmir. Biz görürük ki, Neftçini uddu, amma Kəpəzlə bərabərlik var. Bir tur əvvəl İmişli ilə bərabərlik vardı, qolsuz bərabərlik vardı. Sabit çıxış edən heç bir komanda, Araz Naxçıvan olsun qeyri-sabitdir. Sumqayıt ümumiyyətlə danışmağa dəyməz, qeyri-sabitdir. Zirə komandası qeyri-sabit. Sabit bir komanda olmadığına görə demək olar ki, son 15 turda turnir cədvəlində ciddi dəyişiklik yoxdur. Sabit 2 komanda var, onlar da ilk 2-də. Qarabağ və Sabah. Digər klublar demək olar ki, ciddi mənada dəyişmirlər. Və təsadüf deyil ki, son 15 turda demək olar ki, mövqelər dəyişmir, Ahmet. Demək olar ki, turnir cədvəlində yerləşmə hansı formadasa o formada da davam edir. Kiçik istisnalar xaric. Yəni İmişli məsələn 9-cu turdadır. Turlar da elə 9-cu turdadır, dəyişmir. Mövsümün əvvəlində kim ki bir qədər hansı klub bir qədər xal yığıb, elə qalır. Yəni bir oyun buduzur, digər oyunda o qələbə qazanır. O baxımdan düşünürəm ki, Neftçinin yeganə çıxış yolundan ibarət ki, birbaşa rəqibləri məğlub etməlidir. 100%. Yəni başqa variant yoxdur. Və potensial da imkan verir ha, komandanın oynadığı mütləq. Yəni komanda, amma açığı mən məsələn Qəbələnin oyunundan danışası olsaq, bəlkə də Yuri Verindubun gəlişindən sonra Neftçinin zəif oyunlarından birini oynadı. Nəticə olaraq ümid verdi gələcəyə 3 xal, vacib 3 xal idi, amma oyun olaraq o deyildi. Deyim ki, Qəbələnin yenə bəxti gətirmədi.